Demək, bu günlərim Sumqayıt şəhərində alüminium zavodunun ərazisində bizim küçə itlərimiz üçün burada bir müvəqqəti sıxınacaq düzəltmişdik və qonşular tərəfindən burada biz bir neçə itimiz var idi və biz bu küçə itlərini burada saxlayıb bəsləyirdik. Bu günləri burada vətəndaşlardan biri qəddarcasına soyuq silahla 7 iti öldürüb, birini də bax bu cür yaralayıb. Siz yoldaşı silahla yiğitləri vurur. Vurma, uzaqlaşma, axtarcı qorxudu. Allah'ın vurur ki, evini qorxutsun onu, elə şey olur. Davanı qaçır gelir. Bunu kim elədi? Öz-özünə yindi. Gör onu sən yana qoymuşsan. Şirzad Bayramov iddia edir ki, silahdan ateşi yalnız havaya açıb. Onun sözlərinə görə it vurulmayıb, ayağı isə sadəcə qırılıb. Amma təqdim olunan görüntülər bu versiyanı ciddi şəkildə sual altına alır. Soyuq silahla törətdiyi bu cinayət əməli səssiz qalmamalıdır. Bu küçə itləri hər biri icra təşkilatı tərəfindən aparılıb, qısırlaşdırılıb, qulaqlarına bir kaları vurulub və bu itlərə burada vətəndaşlar baxırlar, yedizdirirlər, olan qayğısına qalırlar. Bu cür hərəkət etmək bu qəddarlıqdır və bu qəddarlığın bir cəzası olmalıdır.